Hazırda Respublikamızda əsasən də Bakı ətrafı kanalizasiya şəbəkəsi ilə tam təmin edilməmiş ərazilərdə əhalinin daimi məskunlaşması sürətlə artmaqdadır. Sözgedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı suların əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarına rast gəlinir. Mərkəzləşdirilmiş tullantı sularının axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı sularının idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, mövcud qanunvericinin tələblərinə əməl etməlidirlər. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı sularının idarə olunması, su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş şəhərlər və digər yaşayış məntəqələri ərazilərinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarının 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrində əmələ gələn tullantı sularının yığılması məqsədi ilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunmuş, divarları və dibi su keçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan tirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir. Fürsətdən istifadə edərək nəzərinizə çatdırırıq ki, əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. Tullantı sularının düzgün idarə olunması yalnız ətraf mühitin mühafizəsi deyil, bütövlükdə cəmiyyətin sağlamlığı, su obyektlərinin qorunması və su bioresurslarının mənfi təsirlərinin qarşısının alınması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmamış ərazilərdə qanunvericinin tələblərinə əməl olunmalı, təhlükəsiz və ekoloji baxımdan zərərsiz üsullar tətbiq edilməklə su və su təsərrüfatı obyektləri çirklənmədən mühafizə olunmalıdır.